أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس. Bismillahirrahmanirrahim vel-aqibatu lil-muttaqin. Əziz və möhtərəm izləyicilər, Allahın salamı olsun sizə, hər vaxtınız xeyirli olsun, ibadət, itaətləriniz, oruc namazlarınız qəbul olsun. Bu gündə ümidvarıq ki, söhbətlərimiz, bu Ramazan söhbətlərimiz faydalı olacaq hər birinizə. Bugünkü verilişimizin qonağı Sumqayıt Şəhər Cümə Məscidinin imamı Seyid Fərrux Miriyevdir. Salamlayıram Seyid sizi, xoş gəlmisiniz. Aleykümselam. Mən də salamlayıram sizləri, dəyərli izləyiciləri, hamısına salamlayıram inşallah. Allah razı olsun sizdən. Aqibətin xeyir olması haqqındadır bugünkü çıxışınız. İnsanın aqibətinin xeyir olması nə qədər önəmli bir məsələdir. İnsan ola bilər ki, ibadət əhli olsun, imanlı olsun, amma aqibət axırda necə olacaq, bunu necə qorumaq, saxlamaq və bu barədə inşallah söhbət edəcəksiniz inşallah. İnşallah. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli olan Allahın adıyla. Aqibətin xeyirli olması çox mühüm məsələlərdən biridir, önəmli məsələlərdən biridir. Yəni dinimiz, İslam dinimiz, Qur'an-ı Kərim, hədis-i şəriflər bu məsələnin çox önəmli olduğunu dəfələrlə vurğulayırlar. İnsan var görsən bir ömür İslamda imanlı olur, amma əfsuslar olsun dünyasını dəyişəndə
aqibəti xarab olaraq gedir. Bu da onun bütün ibadətləri, itaətləri hədər gedir. Və yaxud da tam əksinin olduğunu da görürük ki, insan var bir ömür günah içindədir, günah bataqlığındadır, amma hansısa bir əməllər bunun sonradan hidayət olunmaqlığına və aqibətinin xeyirli olmağına gətirib çıxardır. Yəni, aqibətin xeyirli olmağı mühüm bir məsələdir ki, Nəhcül Bəlağada Əmir-əl-Müminin Həzrəti Əli əleyhissalam bu haqda vurğulayır ki, öz ibadətlərinizə, itaətlərinizə, zikirlərinizə arxalanmayın. Arxalanmayın. Və iblisi bizə nümunə göstərir ki, baxın, iblis 6000 il Allaha ibadət etdi və həmçində vurğulanır ki, 6000 il bizim zaman ilə hesablanan il deyildir. 6000 il ibadət etdi, amma bir anın içində bir təkəbbürlü lovğalıq günahının nəticəsində bütün ibadətləri hədər oldu və lənətləndi. Bugün də iblisin, şeytanın adı gələndə lənət deyirik. Yəni ki, bunun aqibəti xarab oldu. Yəni, bəd aqibət oldu. Yəni, Əli əleyhissalam buyurur ki, ibadətiniz, itaətinizə arxalanmayın ki, yəni bununla siz axırınıza qədər gedərsiniz. Odur ki, həmişə aqibətin xeyirli olmaqlığı haqqında alimlərimiz də buyurur ki, həmişə dua edin. Çoxlu dua edin aqibətin xeyirli olmaqlığı haqqında. Bizlərdə məsəl üçün əfsuslar olsun ki, bu cür olur ki, bir nəfər dünyasını dəyişirsə, deyirlər ki, falan yerdə evi vardı, maşını vardı, mülkü vardı, yaxşı getdir, yəni ki, rəhmətə getdi, yəni ki, bir şey geridə qoymadı. Amma əslində bu cür ölçülmür. Əgər iman və itaəti, Allaha imanı, itaəti və bəndəçiliyi xalisdirsə, bu cür dünyasını dəyişirsə, xoş onun halına. Bunun üçün də insan gərək Allaha ibadət və Allahın buyurduğu Əhl-i Beyt əleyhissalama itaət etməlidir ki, aqibəti xeyirli olsun. Bəli. Hətta biz Quran-ı Kərimə nəzər salanda görürük ki, peyğəmbərlər hətta aqibətlərinin xeyirli olması üçün dua ediblər. Məsələn, Yusuf peyğəmbər səhv etməsəm bu ayədir ki, təvəffəni muslimən. Yəni həqiqətən də peyğəmbərdir. Baxırsan, əzəmətli peyğəmbərdir, amma dua edir ki, ilahi məni müsəlman olaraq dünyadan aparır. Yəni çox maraqlı bir məsələdir. Tək əlbəttə ki, Yusuf peyğəmbər deyil, digər nümunələr də var Quran-ı Kərimdə ki, bunlar o qədər əhəmiyyət veriblər aqibətlərinə. Yəni rahat olmaq olmaz da. Bu ayələr bəlkə də bizə bunu bildirmək istəyir ki, rahat olma. Siz dediyiniz kimi. Bəli, elə düzgün vurğuladınız. Yusuf surəsinin 101-ci ayəsində keçirilir ki, və təvaffəni muslimən və əlhiqni bis salihin. Məni müsəlman olaraq və sənə təslim olaraq dünyamı dəyişim, canımı sən məndən al, Allahdan istəyir və salihlərə məni qovuşdur. Yəni peyğəmbər, Həzrəti Yusuf peyğəmbər, adı Quran-ı Kərimdə keçən bir peyğəmbər bu cür dua edir. Bu cür ümumiyyətlə digər peyğəmbərlər də həmişə belə dualarda görürsən ki, qarşımıza çıxır. Və yaxud da Həzrəti Rəsul Əkrəm sallallahu aleyhi və alihi və səlləm Həzrəti Əli əleyhissalama buyurur ki, ya Əli, Ramazan ayında sənin başının zərbətlənməsini və saqqalının qırmızıya boyanmasını görürəm. Əli əleyhissalam çox gözəl bir söz söyləyir. Demir, ya peyğəmbər, özümü necə müdafiə edim, necə qorunum, hansı tədbiri görüm. Bu sualları vermir. Buyurur ki, ya peyğəmbər, ya Rəsul Əkrəm, dinim sağlam qalacaqmı? Və yaxud da mən o halda canımı Allaha sağlam təslim edərəmmi? Aqibətim xeyirli olarmı? Yəni Əli əleyhissalam buna diqqət edir ki, görün nəyə diqqət edir? Görün, yəni çox mühüm bir məsələdir. İnsanlar da pul və sərvətlərini qoruduğu kimi gərək imanlarını, iman sərvətini, mənəviyyat sərvətlərini də gərək qorusunlar ki, yəni ki, bunlar günaha bulaşmasın və nəticədə gedib insanın aqibətinə zərər vurmasın. Məsələ bu qədər önəmli bir məsələdir ki, və alimlərimiz də buyurur ki, özünüz üçün dua edəndə dua edin. Aqibətinizin xeyirli olmaqlığı barədə həmişə dua edin. Bir nəfər deyir, mən ziyarətgahda-idim, hansısa bir məhsumun, səhv etmirəmsə İmam Cavad əleyhissalamın ziyarətgahında olub. Deyir, gördüm ki, 3 böyük alim, mərci təqlid, zərihin müxtəlif künclərin tərəflərində oturub. Biri Quran-ı Kərim tilavət edir, biri hansısa bir ziyarəti oxuyur, digəri də zikir içindədir.
müxtəlif yerlərdə oturublar. Mən də getdim hərəsinə yaxınlaşdım, bir-birindən xəbəri olmadan. Dedim, bəs böyük alimsiniz, mənə bir dua öyrədin. Hansısa bir dua öyrədin, mən də o dua ilə məşğul edim. Mən nə edim? Həmən alim qeyd etdi ki, aqibətinin xeyirli olmağı barədə təvəssül et imama, Allahdan istə. Getdim digər alimə yaxınlaşdım. O da bu cümləni dedi. Üçüncü də bu cümləni dedi. Aqibətinin xeyirli olmağın barədə dua et. Üçü də müxtəlif, bir-birlərindən xəbərsiz olaraq mənə belə bir gözəl nəsihət etdilər. Yəni, insan gərək özü barəsində, ibadətlərdə, itaətlərdə aqibətin xeyirli olmağı barədə həmişə dua etməlidir. Bizim də gözəl görsən ki, kəlamlarımızdan biri budur ki, biri salam verəndə sabahınız xeyir, salam əleykum. Digər tərəfdə yaxşı olar ki, bu cür cavab verir ki, aqibətin xeyirli olsun. Çox gözəl bir kəlamdır, bəli. Cəmaatımızın dilindən düşmür. Düşməyən bir gözəl bir duadır əslində bu cür. Bəli, və hətta ağsaqqalları da, o dua edən məscidlərdə adətən ağsaqqallar olur adətən. İlahi bizim aqibətimizi xeyirli elə falan, bu cür dualar çox eşitmişik həqiqətən də. Amma təəssüf olsun, siz demiş bir sıra insanlar var ki, aqibətlərini düşünmürlər. Yəni hal-hazırı düşünürlər. Və yaxud burada bir maraqlı məsələ də var Seyid. Bəzən onlar ki, ibadət əhlidir, yaşlı bir insandır, illərlə ibadətdədir. Məsələn, fərz edək, indi bizi adətən dindarlar izləyirlər də. Məsciddə qabaq cərgədə namaza durur, beş namazın, imamın arxasında. Bir nəfər əgər gəlsə, görsə ki, bir nəfər onun yerində durub, ya cavandır, ya yeni yetmədir falan, ağır gəlir ona, narahat olur falan. Ki, mən illərlə də, uzun illərlə də mən ibadət edirəm və uzun illərlə də bu yerdəyəm. Sən dünən gəlmirsən namaza, mənim yerimdə gəlib oturmuşsan. Bax, bu kimi məsələlər var. Yəni, keçmişi nəzərə alır. Yəni, düşünür ki, mən 40 ildir, 30 ildir mən ibadətdəyəm. Cür, filan kəs sizə təzə gəlib, cavan uşaqdır məsələn, bu qabaqda nə gəzir? Yəni bu önəmlidirmi? Yəni, bu 30 ili düşünmək, düzdür, təbii ki, əziyyət çəkir, böyük bir zəhmətlərə qatlaşıb. Bu sözsüz Allah da inşallah əvəzini verəcək. Amma bundan sonra nə olacaq? Bax, bu məsələ, aqibətim necə olacaq mənim? Bəlkə o cavan məndən daha da, bəlkə bu cavan 70 il yaşayacaq və ömrünün böyük bir hissəsini ibadət edəcək, məndən də üstün olacaq. Bu kimi məsələlərə diqqət etmirlər. Gözəl məsələyə toxundunuz. Əfsuslar olsun, belə bir hallar ilə rastlaşır, belə halların şahidi olur adamlar, hamısı şahidi olur bu cür vəziyyətdə. Gərgin bir, yəni ki, ürək açıcı bir əlamət deyil bu. Təbii, ibadət edənlər arasında olarsa. Bəli. Eynilə bu iblisin bir hərəkətidir. İblis, bayaq da qeyd etdiyim kimi ibadət edirdi, 6000 il ibadət edir. Allah Teala Adəm Peyğəmbəri xəlq edir, palçıqdan üfürür və əmr edir bütün mələikələrə, mənim yaratdığıma səcdə edin. Bütün mələikələr Allahın itaətinə əmr edib səcdə edirlər, iblisdən başqa. İblis, sən nə üçün səcdə etmirsən? Elə Qurani Kərimdə də bu cür qeyd olunur barəsində. İblis də deyir ki, mən neçə min ildir yaranmışam, ibadət edirəm, mən bundan daha xeyirliyəm, mən oddan yaranmışam, bu palçıqdan yaranıb, mən bundan daha əfsələm, mən neçə min ildir ibadət edirəm, bu indi yaranıb, bu cür deyək ki, bu dünən yaranıb, bu kimdir ki, mən buna ibadət təkəbbürlü lovğalıq edir. Eynilə həmən ibadət edən o kəsimlər ki, var qabaq cərgədə, yəni ki, aqibətlərin gələ düşünməlidirlər. İbadət odur ki, ibadət, sırf ibadət və itaətə insan arxalanmamalıdır. Yəni ki, əsas burada ixlas önəmlidir. Yəni Allahın olan xalis bəndəlik önəmlidir ki, bu da aqibətimizə müsbət təsir göstərir. Mən onu elə belə bəzən olur, bəzilərinin xoşu gəlmir ki, dindarlar arasında neqativ halların qabardılması, dilə gətirilməsi bəzilərinin xoşuna gəlmir, amma xoşlarına gəlməsi də mən bunu həmişə deyirəm. Sosial şəbəkələrdən də bəzən paylaşım edirəm və yaxud da İctimai qanaq lazımdır bu məsələdə. Təbii, mütləq mənada biz bunu deməsək, digərləri, ateist biri, agnostik, digərləri baxırlar. Dində olmayanlar baxırlar dindarların bu kimi hərəkətlərinə, ikrah doğurur onlarda, dindən daha da qaçırlar. Amma biz bunu müzakirə etsək ki, hansısa bir o xüsusiyyəti özündə daşıyan dindar o şeylərdən çəkinməsi daha yaxşıdır əlbəttə. Mən bu yaxınlarda eşitdim iki gənc
yeni yetmədir, təzə namaza gəliblər filan. Məscidin axundu onları çəkir yanına ki, bir həvəsləndirmək üçün demək özündən arxada, ilk cərgədə onları yerləşdirir, bir həvəsləndirmək üçün filan. Amma bir sıra insanlardan mən eşitmişəm ki, yəni yaşlılar irad ediblər bunu axunda, məscid imamına irad ediblər ki, bu cavan uşağı niyə qabağa buraxırsan filan. O baxımdan bu həqiqətən adama təsir qoyur. Pis, mənfi təsir qoyur. Digərlərində də onu digər görənlər də olub təbii ki, orada axı sən yaşlısan, Allah qəbul edəsin ibadətlərini, itaətlərini, uzun ömür xidmət edəmisən dinə və yaxud da elə ibadət edəmisən, Allah qəbul edesin, amma bu gəncdir, buna dəstək lazımdır. Biz Sovet vaxtında bir filmdə göstərirlər, məscidə girir, hamı qaranlıq bir avradır məsciddə, hamı yaşlı insanlardır, bir nəfər uşaq gəlib məscidə, yəni yeni yetmə gəlib, babası deyir, sən burada nə gəlsən, çıx bayra, çıx bayra. Belə bir epizod var. Sanki elə məscid qocalarsan, dağıllarsan, xeyr cavanlar, gənclər gəlsinlər, orada mənəvi yük indidən əldə etsinlər. Digər o zərərli vərdişlərdən də bu səbəb olar, uzaq olsunlar. Böyük müsbət təsir qoyacaq, əlbəttə. Bəli, bu kimi neqativ hallar təbii ki, biz efirdən də deməyə məcburiyyətindəyik ki, insanlar təbliğat olunmalıdır bunlar. Məscidlərdən, ümumiyyətlə, sosial şəbəkələrdən bu işıqlandırılmalıdır məsələlərə. O ayə var, digər ayə var, Seyyid. Vəl aqibətu lil muttəqin. Buna da toxunarsınız inşallah. Mübarək Qurani Kərimdə bəli, müttəqilərin, möminlərin aqibətinin xeyirli olmalığı haqqında insan Allahdan istəyir. Ümumiyyətlə, aqibətimizin xeyirli olması barəsində biz nə etməliyik? Nə edək ki, biz aqibətimiz xeyirli olsun? Bir neçə əməl var, insan ona riayət etsə, aqibətin xeyirli olmağına əldə edə biləcək. Mən bir neçəsini qeyd etmişəm, əsaslarını qeyd etmişəm. Birinci təfəkkürdür. İnsan yəni ki, təfəkkür etsin, düşünsün. Qurani Kərimdə də çox zaman bu müstəvidə insanlara Allah Taala çağırır ki, məgər onlar düşünməzlərmi? Düşüncəyə Allah Taala bizi çağırır ki, düşünün. Yəni təfəkkür edin. Və insan öz-özünə hesab verməlidir. Yəni ki, yatmamışdan əvvəl bir hesab kitab etməlidir ki, gün ərzində mən nə iş gördüm, hansı xeyirli işi gördüm, hansı pis iş gördüm, hansı pis vərdişi etdim. Digər günlərdə artıq o pis günahları, səhvlərini yavaş-yavaş özündən uzaqlaşdıra bilər. Yəni, hər gün insan özünə hesab verməlidir, mühasibə etməlidir. Yəni, bu da təfəkkürdən irəli gəlir. Əgər bu cür etsə, aqibətinin müsbət olmağına gətirib çıxardar. Birinci məsələ budur. İkinci budur ki, Allaha səmimi qəlb ilə, ixlas ilə ibadət etmək. Yəni ki, kör-körana ibadət yox. İbadət, yəni ki, ixlas ilə, iman ilə olmalıdır. Bayaq da vurğuladınız, həmən müəyyən bəzi şəxslər ki var, qabaq cərgədədir, cavan şəxs keçəndə narahat olurlar. Demək, ibadətlərində ixlaslılıq yoxdur, bəndəlikdə xalislik yoxdur ki, o belə bir fikrə gəlir, çıxır. Yəni, insan xalis ibadətdə, itaətdə olsa, aqibətinin də xeyirli olmağına gətirib çıxarda bilər. Bu xüsusda mən elə bir ibrətli bir hadisəni qeyd edim. Alimlərdən biri qeyd edir, Füzeyl adında bir alim qeyd edir ki, tələbələrim vardı, böyük tələbələrim vardı və o tələbələrdən, böyük tələbələrdən biri belə olur ki, xəstələnir, şiddətlənir xəstəliyi və can üstündə. Nəhayətdə biz də gedirik tələbələrlə onu yoluxmağa. Gördük ki, vəziyyəti çox ağırdır və gedəcək. Odur ki, şəriətə uyğun olaraq təlqindən əvvəl Qurani Kərimin ayələrindən, Yasin-i Şərifdən, digər ayə və surələrdən oxuyuruq. Və təlqin edəndə dedim ki, həmən tələbəyə deginən Lə iləhə illallah, təşəhhüdü desin, kəlmə-i təyyibəni desin. Tələbə dedi ki, nə sən məndən bunu soruş, məndən nə də mən bu sözlü cümləni deməyəcəyim. Çox deyir, pərişan oldum, çox narahat oldum o tələbənin bu cür. Halbuki, yəni qabaqcıl, öncül tələbələrimdən olub və bu xüsusda da bu cürdə dünyasını dəyişir. Yəni kəlmə-i şəhadəti demədən bu cür dünyasını dəyişir. Alim deyir, çox narahat oldum. Ümumiyyətlə, neçə günlər yuxum ərşə çəkilirdi, narahat olurdum. Axı, nə səbəb oldu?
bu cür dünyadan dəyişdi. Yəni aqibəti xeyirsiz olaraq dünyasını dəyişdi. Bir gün yuxuda gördün ki, bəli, cəhənnəm məmurları, mələkləri onu sürüyə-sürüyə bərzəx aləmində olan cəhənnəm güşəsinə aparır və bu sualı mən həmən yuxuda o şəxsə verirəm ki, bəs ay filan kəs, ay tələbəm, sən ki gözəl tələbə idin, nə oldu sənə? Mən bu kəlmə-i şəhadət deyəndə sən inkar etdin. Dedi ki, orada yəni ki, çığıra-çığıra dedi ki, əsasən mənim səhvim 3 dənə pis xasiyyətim vardı. Onlar səbəb oldu ki, mənim aqibətim bərbad oldu. Birinci deyir ki, düzdür, oxuyurdum, amma həsəd, paxıllıq daha çox idi məndə, kin, küdürət, həsəd çox idi. Digəri məndən qabağa getməyini görəndə çox belə narahat olurdum. Birinci həsəddir. Çox təhlükəli. Təhlükəli bir xəstəlikdir. Təhlükəli bir mənəvi xəstəlikdir. İkinci deyir ki, demək, xəbərçinlik etməklik məsələsində çox şey eləyirdim. Bundan ona xəbər aparırdım, bundan ona xəbər aparırdım. Aranı qarışdırırdım. Və üçüncü də deyir ki, bir həkim bir dəfə gəldi, dedi ki, sağalmaq istəyirsənsə, bir şərab içsən, yəni tibbi nöqteyə nəzərən bir ziyanı yoxdur. Mən də o qədər Quran-ı Kərimin ayələrini oxumağına baxmayaraq, hədisləri dərs keçməyiliyimə baxmayaraq, onları qoydum qırağa, həmən o həkimin sözünü icra etdim, ildə 2 dəfə, 3 dəfə həmən şərabdan içirdim. Bu 3 dənə xasiyyət səbəb oldu ki, aqibətim bərbad oldu. Demək, əgər insan aqibətinin xeyirli olmağını istəyirsə, bəndə, xalis bəndə olsun. Üçüncü budur ki, insan aqibətinin xeyirli olması üçün duaya ehtiyac var. Bayaq bunun haqqında qeyd etdi, insan özü barəsində dua etsin. Dördüncü də budur ki, salih işlər görsün. Əməli salih işlər görməkliyə özündə ümumiyyətlə vərdiş etdirməlidir ki, Quran-ı Kərimdə də əməli salih olmaqlıq haqqında ayə şəriflərdə buyurulur. O cümlədən Bəqərə surəsinin 25-ci ayəsində Allah Taala buyurur ki, Bismillahirrahmanirrahim və bəşşirillezine amanu və amilussalihat ennallahum cennetin təcri min təhtiyəl ənhar. İman gətirib salih iş görən bəndələrimi müjdələ. Nə ilə müjdələ? Ayaqlarının altında axan çaylarla, cənnətdəki çaylarla müjdələ ki, iman gətirib əməli salih işlər görüblər. Müjdəsi də cənnətdə axan çaylardır. Yəni, əməli salih iş görməklik nədir? İnsanın aqibətinin xeyirli olmağına gətirib çıxardar. İnsan, yəni təkcə elə ibadəti, vacibatı icra etməyinə və yaxud da müstəhəbbi zikirləri icra etməyinə bununla gərək kifayətlənməməlidir. Yəni, əməli ibadət, fəqir, kasıb, yetim, miskinə əl tutmaq, salih iş görmək, xüsusən də bu işləri gərək ixlas və iman ilə etməlidir, riyasız, reklamsız etməlidir ki, bu daha yaxşı müsbət təsir göstərsin. Yəni, bu kimi xasiyyətlər, yəni ki, əməlin salih olmaqlığına çıxır. Yəni, ikisi də var, onu da qeyd edim. Dünya malına həris olmaqlıq insanın aqibətini bərbad edir, dünyaya tamah salmaqlıq. Misalları çoxdur, elə bir misalı Ömər Sədi götürsə də bilərik ki, Ömər Səd yəni İmam Hüseyni tanıyırdı, Əli əleyhissalamı tanıyırdı, amma rey mülkünü buna vədə vermişdilər və bir gündə möhlət istədi. Rey mülkü və yaxud da İmam Hüseyn. Dünya və yaxud da axirət. O nəhayətdə tamah dünya malı buna güc gəldi, rey mülkünü istədi. Yəni dünya bunu çəkdi özünə tərəf, aqibəti bərbad oldu. Yəni aqibəti xarab oldu. Və altıncı da budur ki, insan istəyirsə aqibəti xeyirli olsun, istiğfar etsin, səmimi qəlb ilə tövbə etsin, nəsuh tövbə eləsin, xalis tövbə eləsin. Tövbə edən şəxsdə, daim tövbə edən şəxsdə aqibəti xeyirli olur. Elə misallar çoxdur. Elə bir misalda elə yenə də Kərbaladan misal çəkək. Hürrün özü bir şəxs idi, bir səbəb oldu ki, İmam Hüseyn əleyhissalamı Kərbalada saxlatdı. Dedi, icazə vermərəm Küfəyə tərəf getməyə və icazə yoxdur Mədinəyə də qayıtmağa. Çünki mənə əmr olunub, səni burada saxlamalıyam. O zaman İmam Hüseyn əleyhissalam bu cür cümlə işlədir. Deyir ki, anam matəmində otursun. Ağır bir sözdür ərəblər içində. Hür də deyir ki, əgər anan xanım Fatimə olmasaydı, mən də sənə ağır cavab verərdim. Amma onun ehtiramına mən bir şey demirəm.
Ha, bir səbəb də bu oldu ki, xanım Fatiməyə olan bunun mərifəti, məhəbbəti sonradan bunun ehtiramı hidayət olmağına gətirib çıxartdı. Və nəhayətdə hür başa düşdü ki, İmam Hüseyni şəhid etməmiş bunlar buraxmayacaqlar. Ondan sonra yəni ki, tam qəti qərara gəldi ki, mən yəni ki, haqq yoluna tərəf keçim. Hətta orada olan əskərlər görürlər ki, hür tir-tir əsir. Yəni ki, Şəhid Murtəza Mütəhərrir kitabının birində qeyd edir ki, necə ki, samavar qaynayır, belə tir-tir əsir, hür də o cür tir-tir əsirdir. O boyda pəhlivan, güclü, qüdrətli, bəli, sərkərdə. Sərkərdə dedilər, əskərlər də bu cümləni dedilər ki, sən böyük pəhlivansan, ərəbin ən dövrünün tanınmış pəhlivanı, cəngərvari, sərkərdəsisən, amma səni tir-tir əsən görürük. Deyir ki, mən özümü axirət ilə dünya arasında, cənnət ilə cəhənnəm arasında görürəm və mən cənnət yolunu seçərəm. Və İmam Hüseyin əleyhissalama tərəf qayıtdı, tövbə etdi. Tövbə edəndən sonra da izin istədi, ilk yəni ki, şəhid olanlardan oldu. Və bugün Kərbəla ziyarətinə də gedəndə, Hürrün qəbrini ziyarət edəndə atam, anam sənə fəda olsun deyirik, belə ziyarət edirik. Amma əgər Hür o tərəfdə qalsaydı, düşmən tərəfdə qalsaydı və İmam Hüseyin əleyhissalama qarşı qılınc işlətsəydi, o zaman ziyarət-i Aşurada ki biz oxuyuruq, yəni ki Allah lənətləsin, orada ziyarət-i Aşuranın tərcüməsində İbn Ziyad filan. Bax, Hürrün də adı həmən o lənətliklərin qara siyahıda olacaqdı. Amma Hürrün bir addımı, bir hərəkəti və xalis tövbəsi aqibətinin xeyirli olmasına gətirib çıxartdı. Səhv etmirəmsə, alimin adını yalan deyirəm, səhv etmirəmsə, hansısa bir alim, bəlkə də Mərəşi, Nəcəfi olub, ya digər böyük alimlərdən biri Hürrün qəbrini ziyarət edir və bu cür danışır ki, tələbələr də eşidir ki, ey Hür, sənin məndən fərqin nədir? Mən böyük aliməm, kitablar yazmışam, tələbələr yetişdirmişəm, yəni mən səndən üstünəm. Sən sərkərdə olmuşsan, amma elm daha üstündür. Mənim qələmim daha qılıncdan, yəni kəsərlidir, hədis baxımından da. Sənin məndən nə üstünlüyün var? Halbuki mən səndən üstünəm. Və sonra deyir, ağlayaraq dedi ki, bizim bir üstünlüyümüz budur. Sənin məndən üstünlüyün budur ki, sənin aqibətin xeyirli oldu. Xoş bir yeri seçdin, cənnəti seçdin, İmam Hüseynin yanını seçdin. Amma mənim aqibətim necə olacaq? Hələ bilmir. Gözəl bir söz dedi. Həqiqətən. Bəli, əlbəttə ki, o alim də böyük, necə deyərlər, aqibəti xeyirli olan alimlərdən oldu. Söz yox, amma fakt yaşadığı dövrdə insan bilmir başına nə gələcək. Bilmir, nə zaman öləcək, necə olacaq. Seyid, Allah razı olsun, var olun, gözəl söhbətlərinizə görə, çıxışınıza görə təşəkkür edirəm mən də sizə. Əziz və möhtərəm izləyicilər, sizdən ayrılırıq sabaha qədər. Allah amanında qalasınız, sağ olun. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. أشهد أن لا إله إلا الله. أشهد أن لا أشهد أن محمد رسول الله.
أشهد أن محمد رسول الله. أشهد أن أمير المؤمنين عليا ولي الله. أشهد أن مولانا أمير المؤمنين عليا حجة الله. حي على الصلاة حي على الصلاة. حي على الفلاح حي على الفلاح. حي على خير الأعمال. حي على خير الأعمال. الله أكبر الله أكبر. لا إله إلا الله. لا إله إلا الله. وصلى الله على سيدنا محمد وآله وسلم. بسم الله الرحمن الرحيم. اللهم وفقني فيه لموافقة الأبرار وجنبني فيه مرافقة الأشرار وآبني فيه برحمتك إلى دار القرار بإلهيتك يا إله العالمين. 16-cı günün duası. Allahım, mənə bu ayda yaxşı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub durmaqdan uzaq et. Rəhmətinə xatir, məni rahatlıq evində yerləşdir. Allahlığına xatir, ey aləmlərin Allahı. Ya Aliyyu, ya Azim, ya Gafuru, ya Rahim. يا علي يا عظيم يا غفور يا رحيم. أنت الرب العظيم أنت الرب العظيم
الذي ليس كمثله شيء وهو السميع البصير الذي ليس كمثله شيء وهو السميع البصير يا علي يا عظيم يا غفور يا رحيم أنت الرب العظيم أنت الرب العظيم الذي ليس كمثله شيء وهو السميع البصير الذي ليس كمثله شيء وهو السميع البصير وهذا شهر عظمته وكرمته وشرفته وفضلته على الشهور وهو الشهر الذي فرضت صيامه عليه وهو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان وجعلت فيه ليلة القدر وجعلتها خيرا من 1000 شهر فيا ذا المن ولا يمن عليك من علي بفكاك رقبتي من النار في من تمن عليه وأدخلني الجنة وأدخلني الجنة برحمتك يا أرحم الراحمين. Bağışlayan ve mehriban Allah'ın adıyla. Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O eşidən və görəndir. Bu Ramazan ayı sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruç tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. O elə bir aydır ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda Qədr gecəsini yerləşdirib, onu 1000 aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhimlisi. Sənsən böyük Allah. Bismillahirrahmanirrahim. Allahumma adkhil ala ahlil kuburi surur
اللهم أغني كل فقير. اللهم اشف كل جائع. اللهم اكسو كل عريان. اللهم اقضي دين كل مدين. اللهم فرج عن كل مكروب. اللهم رد كل غريب. اللهم فك كل أسير. اللهم أصلح كل فاسد من أمور المسلمين. اللهم اشفي كل مريض. اللهم سد فقرنا بغناك. اللهم غير سوء حالنا بحسن حالك. اللهم اقضي عنا الدين وأغننا من الفقر، إنك على كل شيء قدير. İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acıları doyuzdur. İlahi, paltarı olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərinin fasidlərini islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, sən hər bir şeyə qadirsən.